Tabii ki bu məqamlar cərrahiyyədə, xüsusən də bizim travmatologiyada tez-tez rast gəldiyimiz bir məqamlardır. Birinci hətta yumuşaq toxuma zədələmələrindən danışa bilirik. Yuxarı ətraflarda, aşağı ətraflarda xəstələrdə bir zədələnmə olur. Həmin zədədən xəstədə barmaqları ətrafa hərəkət etdirən vətərlər zədələnmiş olur. Əşi deyib sadəcə bir ya sarğı ilə, yeyiv şəraitində ya bir ambulatorluq dəri tikişi atılır və unudulur. Əlim işlənir, roman kəsində əlim işləyəcək. Amma bu kimi xəstə vaxtında, zamanında peşəkar həkimə müraciət etsəydi, problemlər həmin anındaca həll oluna bilərdir. Digər məqamlar xəstələrdə qeyri-düzgün bitişmiş sınıqlar ola bilir və zaman kəsində vaxtında yenə deyirəm ixtisasçıya müraciət etsəydi bu məsələni ya konservativ şəkildə repozisiya ilə gips sarğısına ya da əməliyyat olunaraq bu məsələni daha tez həll etmək olardı. Yəni təsəvvür edin ki, adam bir 6 aydan sonra gəlib, sümük qeyri-düzgün bitişib, adamın artıq əzələsində bir atrofiyalar yaranıb, adamın beldə pozisiya pozulluğu yaranıb və bunun əməliyyatı təbii ki, bayaq 1 saat sürəcək əməliyyat indi 3 saat, 4 saat sürə bilər ki, sümüyün təkrar osteotomiya olunması, yəni sındırılması, düzgün korreksiya olunması, bundan sonra fiksasiya, yəni bunlar böyük bir zaman aparılan məsələlər. Yəni bu bizim travmatologiyada bu çox ağırlı bir məqamlardandır.